Xoş gördük əziz dinləyicilər. Bir 10 gün bundan qabaq mən Güney Azərbaycanda olan fəalları belə deyək ki, tənqid etmişdim. Demirəm mənə görə oldu. Amma məhz Güney Azərbaycanı tənqid edirdim ki, Traktor Sazi klubunda o qurd yuvası Səhən stadionunda qışqırdıqları milli şüarlara əgər kənarda, şəhərdə enib desəydilər, əlbəttə ki, istəkləri yerinə yetərdi. Biz dünənləri Urmiya şəhərində Urmiya türkdür, türk qalacaq və 100 minlərlə insanın mitingini gördük və İran hökumətinin laxladan bir mitingini gördük və şüarlarını gördük. Bu bizi çox sevindirir. Amma sözümün canı ondadır ki, nədən bu hadisə baş verdi? Mən sizə xəritəni yuxarıda qoyacağım, görəcəksiniz ki, ümumiyyətlə eynən Fars rejimi Çar Rusiyasının Azərbaycanla Türkiyə arasında yerləşdirdiyi bufer zonu olan Ermənistanı eynən Fars rejimi də 1925-ci ildən sonra eynən Güney Azərbaycanda belə bir siyasət yürüdür ki, məhz Güney Azərbaycanda Mako, Xoy, Mahabad, Urmiyaya qədər olan, İraqın sərhədində olan ərazilərdə bir Kürdistan yaratmaq istəyir. Onun da mərkəzini Urmiya kimi sanır. Urmiyada məhz Xoy istiqamətində orada Kürd zolağını çoxaldır. Eynən Çar Rusiyasının siyasətini yürüdür. Eynən Çar Rusiyasının siyasəti. Siz o xəritədə görəcəksiniz bunu. Türkiyə ilə Azərbaycan arasında necə ki Çar Rusiyası bufer zonu Ermənistanı yaratmışdı, bu günləri də Fars rejimi məhz 25-ci ildən sonra Kürdistanı bir zolaq kimi Azərbaycanı yenə də Türkiyədən ayırmaq üçün istifadə edir. Və dünənləri biz bunun şahidi olduq ki, artıq Güney Azərbaycanlılar bunun mitingini elədi. Urmiya türkdür, türk qalacaq. Yəni sizin siyasətiniz bəllidir, bilirik nədir. Baxın, bununla bərabər bir məsələni də sizə xatırlatmaq istəyirəm ki, bu hökumət, bu dövləti, bu imperiyanı yaradan Azərbaycanlılardır. Bu imperiyanı 1000 illərdir idarə edən Azərbaycanlılardır. Amma bu imperiyanın rəsini, bu imperiyanı yaradanlara qarşı bu Fars rejiminin qəddarlığı və düşmənçiliyi hələ də davam edir. 1925-ci ildən sonra Qacar rejimini süni surətdə İngiltərə götürüb ora bir Fars rejimi qoydu. Süni surətdə Fars rejimi qoydu. O Farslar da bu günləri türklərin əlində bilirlər ki, onların hakimiyyəti sünidir və orada qalmaq mümkün deyil. Türkləri assimiliyasiya eləmək lazımdır. 1925-ci ildə İngiltərə bunu ona görə elədi ki, çünki artıq Türkiyədə Türkiyə Cümhuriyyəti yaranmışdı və Türkiyə Cümhuriyyəti İngiltərəni müəyyən mənada məğlub eləmişdi və İngiltərə bundan çəkinirdi ki, iki türk milləti artıq bir-birinə yanaşa bilər. Ona görə də orada Farsları süni surətdə 1925-ci ildə hakimiyyətə gətirdi. Amma bugün biz İran adlanan ərazi bizim imperiyadır, bizim xalqımızın yaratdığı bir imperiyadır. Təpədən dırnağa qədər bizi, amma gəlin, baxın, görün ki, bizim millətimizi orada nə qədər hörmətli eləməklə bərabər, həm də yenə də o zolaqda bir Kürdistan yaratmaq istəyir. Kürdlərə orada dəstək verirlər. Bu günlər isə Azərbaycanlılar, Güney Azərbaycanda o mərd oğlanlar Urmiyada çıxıb nəhayət səsini bildirdi. Mən 10 gün bundan qabaq demişdim ki, nəhayət qalxın səsinizi deyin. İndi buna Təbriz də qoşulsa, buna Ərdəbil də qoşulsa, daha Amerikanın İrana demişdim bomba atmağa ehtiyacı yoxdur. İsrailin İrana bomba atmağa ehtiyacı yoxdur. Bomba budur. Və bununla bərabər onu da bildirmişdim ki, bu bir daha Məsud Pezeşkiyanın əlini gücləndirir. Məsud Pezeşkiyan artıq daha gür səslə deyəcək ki, bu da gördünüzmü? Bu da Azərbaycanlılar. Niyə siz onların dilini tanımırsınız? Niyə siz onlara məktəb yaratmırsınız? Siz bunları etdikcə daha Amerikanın bombasını gözləməyin, İsrailin bombasını gözləməyin. Əsl bomba içəridədir. Bu mənada mən buradan bütünlüklə dəstəyimi bildirirəm Təbrizə, Urmiyaya və Zəncana, Həmədana, Ərdəbilə. Bununla bərabər həm də bildirmək istəyirəm ki, nəhayət Azərbaycan hökuməti, Azərbaycan dövləti də, Türkiyə dövləti də nəhayət Güney Azərbaycan haqqında düşünsün. Bəsdirin Türkiyədə bu günləri Ərdoğanın İmamoğlu ilə sıçan pişik oynamağı, kreslo davası aparması. Kreslo davası aparanlar tarixdə qalmır və mənfi qalırlar. Millət üçün fəda olanlar tarixdə qalırlar. Ona görə də bu günləri sizin şərqinizdə yenidən bir Kürdistan yaradırlar. Həmişə sizi Kürdlərlə baş-başa qoyub və sizi zəiflədirlər. Amma siz isə orada yenə də bu şərq düşüncəsi ilə, bu İslamçı düşüncəsi ilə orada oturub taxt davası aparmayın. Bu günləri nəhayət Güney Azərbaycan məsələsi yetişib, Güney Azərbaycan məsələsinə diqqət yetirmək lazımdır. Təşəkkür edirəm diqqətinizə görə.